çox ciddi və inandırıcı dəlillər, sübutlar ortalığa gəlməyənə qədər mən hesab edirəm ki, sərhədlərin açılmasının verə biləcəyi xeyir, onun verə biləcəyi zərərdən daha çoxdur. Çünki Azərbaycan bu gün kifayət qədər öz təhlükəsini digər sərhəd bağlaması vasitəsilə yox, digər başqa vasitələrlə qorumaq imkanında. Buyurun. Yəni hipotetik baxımdan ABŞ və İran və hətta o İsrailin də iştirakında müharibə olması mümkündür. Bəli, oldu da. Mümkündür və hipotetik və real baxımdan demək olar. Evet. Və belə bir müharibə 86 milyon səhv eləmirəmsə İranın əhalisidir. 86 milyon. Və bu müharibə başlayacağı təqdirdə təbii ki, burada köçlər, deməli ölkəni tərk etmələr. İstisna deyil, olmaya da bilər. İstisna deyil, ola da bilər, olmaya da bilər. Müharibədə bunu gördük. Üstə gəldi bugünlər təbliğat maşını, informasiya, Trumpın bəyanatları elədi ki, bombalayıcı və bəzən qabaqcadan o dəhşətli o deyil. Yox, tərk eləyin də deyirlər. Yeri gəlmişdən tərk eləyin ifadəsini deyirlər. Dəhşətli mənim fikrimcə odur. Dəhşətli İran daxilində uzun müddətli daxili münaqişələrin başlaması. Yox, indi deyirəm, hətta Trump da keçən dəfə də 12 gün müharibə dövründə İsrail deyir ki, falan şəhəri tərk eləyin, biz bombalayacağıq. Hətta bunu da dinc əhaliyə deyirlər. Belə olan vəziyyətdə istəyərdim. Onlar İranı tərk eləyin deyirlər, yoxsa Şami şəhəri tərk eləyin, biz bombalayacağıq. İndi mən sizdən soruşuram. Doğrudan da belə bir müharibə baş verə biləcəyi təqdirdə həmin İrandan Azərbaycana 100 minlər və milyonlarla köç ehtimalı necə qiymətləndirilir? Əgər həyati təhlükə qarşısında qalacaqsa bizim milyonlarla hətta soydaşımız, o cümlədən Azərbaycanda onlara demək həyati təhlükədən xilas edəcək sığınacaq vermək bizim borcumuz. Milyonlarla İranın Azərbaycana gəlişi və onun yaratdığı amma mən hansı fəsadlar hesab edirsiniz ki, buna gəlsə? Mən sizdən sual verirəm. Siz o ideyanın müəllifi oldunuz. Dediyiniz milyonlar Azərbaycana gəlsə, bu hansı bizim üçün təhlükəli mən milyonlarla İranın Azərbaycana gəlməsini hipotetik sayaraq bunu real saymıram. Niyə? Təhlükə olsa gəlməzmi? Ən azı bir onun Azərbaycanlıdır. 45 milyon Azərbaycanlı nə İran-İraq müharibəsi dövründə, nə də elə 12 günlük müharibəsi dövründə Azərbaycan sərhədlərinə yürüş eləmir. Sərhədlərimiz bağlı idi. Yəni bilirsiniz, bu məsələnin çox tərəfləri var. Mən demirəm ki, söhbət İran riskləri hesablama baxımından sual verirəm. Niyə mövzunu qarışdırırsınız? Böhran ola bilər. Sevinç xanım, sizə də elə hörmətli İlham bəy dedim ki, əgər İran sərhəddi xüsusi əlahiddə bir şəkildə, əlahiddə təhdidlərlə bağlı olduğuna görə, o isə İran sərhəddi bağlı. Qalanlar açıq olsun. Niyə məsələn Gürcüstan sərhəddi açıq deyil? Rusiya sərhəddi. Məsələn, çünki Gürcüstan sərhəddinin açıq olması Türkiyə sərhəddi deməkdir həm də. Əvvəllər bu Naxçıvan vasitəsilə gedirdi. O cümlədən Rusiya sərhəddi. Yəni mən demək istəyirəm ki, bu hər şey İran tərəfinin xoşu gəlməyəcək ki, ayrı seçkilik getdi. Bu məsələyə toxunduq ki, yuxarıda ki, mən dedim axı ki, İran tərəfinə bu mehriban qonşuluq münasibətlərinə ziddir deyəcək. İran tərəfinə yaranmış vəziyyətin reallığı nəzərə alaraq İran tərəfinə izah oluna bilər ki, vəziyyət bununla bağlıdır. Mən hərçət ki, ola biləcək cavabları deyirəm, amma mən demirəm elə olsun. Mən prinsip etibarilə öz fikrimi bildirdim və hesab edirəm ki, bir daha təkrar edirəm. Hər halda bu sərhəd bağlı, quru sərhədlərin bağlı olması məsələsinə bir mən bu dəqiqə elə çıxış edə bilərəm. Sərhədlər açılmalıdır. Sərhədlər açılsa bizim iqtisadi güzəranımız yaxşı. Mənə orada sosial alqışlayacağam. Bu olmadı da. Mən onu qəsd eləmirəm. Ancaq mən reallığı qiymətləndirirəm. Kim məni bəyənər, bəyənməz özü bilər. Mən dövlətimin tərkisi məsələn hər şeydən önəmli sayıram. Yox, biz aşağı tuturuq, eləmi? Sizin məntiqinizə görə. Yox, sadəcə deyirəm ki, bu baxışdır. Elə danışmaq olar ki, bəyənərlər. İcazə verin. Gəlin. Gəlin bir-birimizin danışmağımızı bəyənmək kimi motivlə izah eləməyək. Onda mən də sizə deyərdim, siz də başqalarının bəyənməsi üçün bunu danışırsınız. Əslində ürək üstə. Başqa şey düşünürsünüz. Mən deyirəm ki, mən burada nə qədər suallar qoydum, diqqət edəcəksiniz ki. Əvvəla bizə inandırıcı bir şəkildə Azərbaycan vətəndaşının öz hakimiyyətindən bu məsələlər barədə daha kompetent, daha inandırıcı cavablar almaq hüququ var. Belə şeylər var ki, onu danışmama daha yaxşıdır. Dövlət səviyyəsində ona qiymət verir. Az öncə özünüz stat dediniz axı ki, İlham Əliyev deyir, elə məsələlər var. Mən özümün vətəndaş olaraq prezident deyildi, təhlükəsiz məsələlər. Xırdalıqlarına gedirsin. Mən vətəndaş olaraq öz rəyimi ifadə elədim ki, bu kiminsə alqışın, layiqin və s. almaq üçün deyil. Müstəqil iqtisadçıların, bu sahə üzrə ekspertlərə istinad edərək dedim ki, bunun xeyirli və zərərli ola biləcək, hipotetik və yaxud real məsələlərini ölçüb biçəndə həm də alternativ bir fikir var ki, onlarda öz rəqəmlərini gətirirlər, subutları gətirirlər ki, bu sərhədlərin açılması bugün daha çox bizim marağımıza, həm insanımızın, həm dövlətimizin marağına cavab verir. Səlahiyyətli orqanlar bu fikirdə deyil. Mən sizlə, yəni, yəqin ki, müəyyən əsaslar var.
Çox ciddi əsaslar var ki, bu baş verir. Əks halda dövlət çox maraqlı olmalıdır ki, açılsın və cəmiyyətin rifahı yaxşılaşsın, sosial durumu yaxşılaşsın. Çünki bu dövlət siyasətidir. Amma birini bilirsən, birini bilmirsən.